Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Müasir dövrün əsas çağırışlarından biri olan rəqəmsallaşma aktuallığını artırır və biz söhbətimizi məhz bu istiqamətdə qurmağa qərar verdik. Pensiya, sosial müavinət, məşğulluq və digər sosial xidmətlərin vətəndaşlara daha sürətli çatdırılması artıq rəqəmsal həllərsiz mümkün deyil. Bir çox xidmətlər bir ekranda, bir platformada, bir girişdə cəmlənib. Kliklə başlayan proses, elektron müraciət və nəticəyə gedən yol. Bütün bu mərhələlərə müsahibəmizdə aydın şəkildə toxunacağıq. Obyektiv sosial sahədə gündəmdə olan məlumatları izləyicilərə əlçatan edir. Əmək və məşğulluq alt sistemində işə düzəlmədə vasitəçilik modulu istifadəyə verilib. Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb səhifəsindəki reyestrlər bölməsi vasitəsilə də keçid edərək əmasın bu xidmətindən istifadə edə bilərlər. Bu modul nəyə xidmət edəcək? Tanış olaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və məşğulluq alt sistemində işə düzəlmədə vasitəçilik modulu istifadəyə verilib. Modul işə axtaran vətəndaşların işə düzəlmədə vasitəçilik edən müxtəlif hüquqi şəxslər tərəfindən aldadılmasının qarşısını alacaq. Artıq vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin rəsmi elektron internet səhifəsinə daxil olmaqla, hansı ki bizim müvafiq keçid bölməmiz var, oradan istifadə etməklə hansı ki dövlətdən qeydiyyatdan keçmiş, yəni Dövlət Məşğulluq Agentliyinə müraciət edərək bu sahə üzrə fəaliyyətini təsdiq edən işə düzəltmə vasitəçilərinin siyahısı ilə tanış ola biləcəklər. Bu siyahıda artıq vətəndaşlara müəyyən digər sadaladığımız riskli halların qarşısını almaqda müəyyən dərəcədə köməklik göstərəcəkdir. Vətəndaşlarımız həm ilk növbədə Dövlət Məşğulluq Agentliyinə və dost mərkəzlərinə yaxınlaşmaqla həm işə düzəltmə, həm digər aktiv məşğulluq tədbirlərindən istifadə edə bilərlər. İşə düzəltmə vasitəçiliyi fəaliyyətlə məşğul olan hüquqi şəxslərə müraciət etmək istədiyi təqdirdə isə çağırışımız ondan ibarət ki, ilk növbədə agentliyə qeydiyyatdan keçmiş vasitəçilər də istifadə etsinlər. Qanunvericiliyin tələbinə görə işə düzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mütləq reyestrdə qeydiyyatdan keçməlidir. İşə düzəltmədə vasitəçiliyi fəaliyyətlə məşğul olan hüquqi şəxsləri birmənalı qaydada Dövlət Məşğulluq Agentliyindən, yəni əmək və məşğulluq alt sistemindən cari vəziyyətdə istifadə etdiyimiz elektron xidmətdən istifadə etməklə ilk növbədə reyestrdə qeydiyyatdan keçməli, daha sonra isə hər ayın 5-nədək işə düzəltmədə vasitəçilərlə, yəni onlara müraciət edən hüquqi şəxslərə müraciət edən vətəndaşlarımız barədə məlumatları, hansı ki bizim məlumat mübadiləsimiz barədə müəyyən bir hesabatlıq tərəfimiz var. Ona müraciət edən şəxslərin sayı, həmin şəxslər barədə məlumatlar, yəni təhsil bölgüsü, işlə təmin edilən sayı barədə məlumatları məlumat mübadiləsi əsasında agentliyə təqdim etməlidir. Bu istiqamətdə də əsas agentlik də təqdim edən məlumatlar əsasında müəyyən təhlillər, analizlər edir ki, və ümumi olaraq əmək bazarının tənzimlənməsində, yeni proqramların formalaşdırılmasında da bu kimi yanaşmalardan daha çox istifadə edə bilirik. Bütün bunlar qeyd edilən məlumatların operativ və sistemli təqdim edilməsinə, həmçinin qeyd edilən sahədə şəffaflığın təminatına imkan yaradır. Zaman dəyişdikcə sosial xidmətlərin dili də dəyişir. Bugün vətəndaş dövlət qapısında yox. Dövlət vətəndaşın mobil və elektron cihazlarının ekranındadır. Rəqəmsallaşma sosial xidmətləri necə yaxın, daha əlçatan edib? Bu sualların cavablarının axtarışına çıxırıq. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov Obyektivin qonağıdır. Kənan müəllim, xoş gəlmisiniz. Sosial sahənin rəqəmsallaşması üzrə görülən işlər həm bugünün ehtiyaclarını qarşılayır, həm də gələcək üçün yeni ağıllı həllər və dayanıqlılıq vəd edir. Bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi rəqəmsal sosial layihələrə yanaşsaq, 2025-ci il üçün əsas hədəfləriniz nə idi və rəqəmsallaşmada nələri əlçatan etdiniz? Səsli menyular vasitəsilə interaktiv xidmətlərimizi istifadəyə verdik və vətəndaşlarımız artıq bir çox məlumatları çağrı mərkəzinin operatoru ilə ünsiyyətdə olmadan interaktiv menyu vasitəsilə əldə edə bilirlər. Burada uşağın anadan olmasına görə müavinətlə bağlı ödənişin statusu, əlilliyi ilə bağlı müraciətin statusu, ünvanlı yardımla bağlı müraciətin statusu, bu kimi xidmətləri çağrı mərkəzi üzərindən əldə edə bilirlər. Əlavə olaraq qeyd etsək, Nazirlik üzrə artıq bir neçə dəfə vakansiya elanları verdi, işə qəbul prosesi həyata keçirildi imtahanlar əsasında. Bu zaman işə qəbul üzrə sənədlərin qəbul edilməsi, müraciətlərin edilməsi, onların analiz edilməsi ilə bağlı sistem istifadəyə verildi və yetəri qədər çox istifadə edilən sistemlərimizdən biri oldu. Əlavə, sosial xidmət istiqaməti üzründə bir neçə yeni xidmətlərimizi istifadəyə verdik, bir neçə sistemimizi istifadəyə verdik. Burada qeyd etmək olar ki, sosial xidmət xəritəsini qeyd etmək olar vətəndaşlarımız üçün daha geniş xidmət şəbəkəsini təqdim etmək niyyətindəyik. Əlavə olaraq, Sosial Xidmətlər Agentliyi və dost mərkəzləri tərəfindən evdə
ahıl şəxslərimizə səyyar xidmətlər göstərilir və əlilliyi olan şəxslərimizə. Onlara xidmətin göstərilməsi zamanı həm xidmət sifarişinin edilməsi ilə bağlı, eləcə də göstərilən xidmətlərin uçotunun qeydiyyatının aparılması ilə bağlı sistem istifadəyə verdik və bu sistemdə bütün şəxslərimizi əhatə edəcək, qeyd olunan kateqoriyada olan şəxsləri əhatə edəcək. Sosial xidmət müəssisələrimiz də var bizim hal-hazırda Nazirliyin tabeliyində fəaliyyət göstərən. Orada sosial xidmət göstərilən şəxslər var. Həmin sosial xidmətin ölçülməsi məqsədi ilə, xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə orada aparılan fəaliyyətin, proseslərin datalarının toplanması ilə bağlı işlər həyata keçirildi və burada da sistem formalaşdırıldı. Xəstəlik vərəqələrinin elektronlaşması ilə bağlı vəziyyət necədir? Əslində bir neçə ildir danışılan məsələlərdən biri idi. Xəstəlik vərəqələrinin elektronlaşdırılması ilə bağlı məsələ idi. Səhiyyə Nazirliyi ilə, İcbari Tibbi Sığorta Agentliyi ilə birlikdə bu prosesi həyata keçirdik. Səhiyyə müəssisələri tərəfindən verilən xəstəlik vərəqələri elektronlaşdırıldı. Artıq bu məlumatlar Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə ötürülür. Hər hansı bir şəxsin xəstəlik tarixçəsi açıldıqda, xəstəliklə bağlı məlumatlar olduqda və bu da imkan verir ki, işə götürənlər də vaxtında bu proseslərdən məlumatlı olsunlar. Bəzi zamanlarda xəstəlik vərəqələri işə götürənə gec təqdim edildiğində əmək haqqının düzgün hesablanmaması problemi yarana bilirdi və ya xəstəlik vərəqəsi düzgün tərtib olunmadıqda müəyyən hesablama problemlərinə rastlaşa bilirdilər. Eləcə də Dövlət Sosial Müdafiə Fonduna məlumatları düzgün təqdim etmədikdə məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətlərin sənədlərinin geri qaytarılması halları ola bilirdi və düşünürük ki, artıq bu problemlərin bir çoxu öz əlini tapıb, düzdür, ilkin sistem istifadəyə veriləndə bəzi çətinliklər olmuşdu və artıq o çətinliklərin bir çoxu öz həllini tapıb. Əlavə olaraq qeyd etsək, vətəndaşların daha çox Nazirliyə müraciət etdiyi istiqamətlərdən biri, bilirsiniz ki, İşləyən şəxs pensiyaya çıxdıqdan sonra 6 ildən bir pensiyasının yenidən hesablanması prosesi var idi. Bu müraciət əsaslı xidmət idi. Eyni zamanda işləyən şəxs işdən çıxdıqda pensiyasının yenidən hesablanması məsələləri var idi. Bununla bağlı şəxslər müraciət əsaslı xidmətlərdən istifadə edirlər. Artıq 2025-ci ilin sonundan bu xidmətlər proaktiv formada həyata keçirilir və pensiyaçının heç bir yerə müraciət etməyinə ehtiyac qalmır. Həmin şəxslərin pensiyaları proaktiv şəkildə hesablanmış olur. Bir sual da vermək istərdim. İşdən icazələrin elektron alınması məcburidirmi? İşə götürən və işçi arasında könüllü bir mexanizmdir. Biz sadəcə olaraq bu könüllü mexanizmi hansı işə götürən bu şəraiti öz əməkdaşları üçün yaradıbsa, onların bu xidmətdən istifadə etməsi üçün imkanlar yaratdıq və həm iş icazəsi ilə bağlı limitlərin təyin edilməsi, iş icazəsi ilə bağlı müraciətin edilməsi, razılığın alınması, bütün bu prosesi sistemin üzərinə gətirdik. Əlavə olaraq uşaq əməyinə nəzarətlə bağlı həm beynəlxalq, həm qanunvericilik öhdəlikləri var idi. Biz bununla bağlı müəyyən normativ tənzimləmələri, funksionallıqları sistem üzərinə gətirdik və bu prosesi davam elətdirdik. Eləcə də əlillik istiqamətində fərdi reabilitasiya, abilitasiya istiqamətində təkmilləşdirmələr elədik. Əlilliyi olan şəxslərimizin fərdi reabilitasiya, abilitasiya proqramlarının daha geniş şaxəli, təkcə bizim nazirliklə deyil, eləcə də digər qurumlarla, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, digər qurumlarla, onlarla bağlı aparılmalı olan işlər barədə məlumatlandırma ilə bağlı işlərimizi davam elətdiririk. Yeni funksiyalar əlavə etdik, amma bu daha da genişlənəcək. Hazırda söhbətimizə kiçik bir fasilə veririk. Bizimlə birbaşa bağlantıda Dost TV-dən olan həmkarım Əsmər Nəcməddin qızı var. Həftəlik sosial xülasə ilə tanış olaq. Əsmər, hər vaxtınız xeyir, söz sizdədir. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda sakinləri qəbul edib. Vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılıb və müvafiq məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Əmək qanunvericiliyində edilmiş yeni dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin tətbiqi məqsədi daşıyır. Əmək münasibətlərində çevik və sosial yönlü hüquqi tənzimləmələri təmin edən bu dəyişikliklər nəticəsində qanunvericiliyə ailə vəzifələri olan işçi, məsafədən iş və s. kimi yeni anlayışlar da gətirilir.
Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. O cümlədən 189 min şəxs işlə təmin olunub, 16,8 min şəxs özünü məşğulluq proqramına cəlb edilib, 18,4 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib. Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial dəstək tədbirləri, reabilitasiya xidmətləri ilə əhatə olunmaları istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv davam eləyir. Hələlik. Təşəkkür edirəm Əsmər. Bəli, Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Həftənin sosial xülasəsi ilə tanış olduq. Gəlin e-sosialın yeniliklərindən də danışaq. E-sosial portalı bir rəqəmsal məhsul olaraq vətəndaşlara hansı mesajı verir? Hal-hazırda hər bir şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşmiş elektron informasiya sistemində onunla bağlı toplanan bütün məlumatları e-sosial internet portalından görə bilir. Elektron formada arayışlarını əldə edə bilir, təqdim edə bilir. Və ya biz yeni kalkulyatorlar əlavə edirik ora. Yəni hər bir şəxs öz gələcək pensiyaya çıxdıqda pensiya məbləği necə olacaq və ya cari topladığı kapital əsasında pensiyaya çıxsa hansı formada olacaq. Əmək haqqı kalkulyatoru özəlliyini əlavə etmişik. Əmək haqqı kalkulyatorla bağlı hesablamalar apara bilər. Eləcə də bizim niyyətimiz orada yeni ünvanlı yardımla bağlı kalkulyatorların gətirilməsidir. Məzuniyyətlə bağlı kalkulyatorların gətirilməsidir. Sosial ideyaların toplanması ilə bağlı müəyyən funksiyonalların gətirilməsidir. Və bu kimi özəlliklərin bir çoxunun artıq e-sosial gətirilməsini nəzərdə tutmuşuq və bizim əsas ünsiyyət kanalı olaraq istifadə etmək istədiyimiz mexanizm e-sosial mobil tətbiqdir. Gəlin süni intellekt əsaslı xidmət məsələsinə də toxunaq. Və cari ildə artıq süni intellektlə çalışan 2 layihəmizi istifadəyə verdik. Bu layihələr chatbot məntiqi ilə olan bir layihədir. Vətəndaşlarımız suallarını verib süni intellekt üzərindən cavabları ala bilirlər. Eyni zamanda bizim əlilliyin qiymətləndirilməsi məntiqində olan anonimləşdirmə deyilən bir funksionallıq var. Yəni hər bir şəxsin xəstəlik tarixçəsi barədə məlumat, onların əlilliyin təyin olunması da göndəriş barədə məlumatlar gəlir və anonimləşdirilir. Burada ola biləcək saxtakarlıq hallarının müəyyənləşdirilməsi və onların aradan qaldırılması, qarşısının alınması ilə bağlı bir süni intellekt əlli tətbiq etmişik. iDostdan söhbət gedir. Bəli, iDost. Sizcə iDost vətəndaşların rəqəmsal dostu ola biləcəkmi? İlkin mərhələdə biz artıq istifadəyə vermişik, müsbət feedbackləri alırıq. Sözsüz ki, problemlər olacaq, yeni bir həldir, süni intellekti yeni tətbiq etməyə başlamışıq. Amma məqsədimiz onu daha çox təkmilləşdirərək hər kəsin dostu etməkdir. Kənan müəllim, çox ətraflı şəkildə görülmüş işlərlə bağlı məlumat verdiniz və bu tək bir sahəni yox, sosial sahə üzrə bir neçə sahəni əhatə edirdi. İndi isə istəyirəm cari ildə görəcəyiniz işlər məsələsinə də toxunaq. Hədəflər nələrdir? Cari ildə qeyd edəsi olsaq, əsas elə süni intellekt istiqamətindən başlamaq istəyərdim. Süni intellektdən tətbiqi istiqamətlərini genişləndirməyə niyyətimiz var. Artıq bizim strateji hədəflərimiz var. Və biz düşünürük ki, vətəndaşların təkcə yazı ilə chatla danışmağı deyil, eyni zamanda səs vasitəsilə call centerdən xidmətləri almasını cari il ərzində pilot rejimdə başlamaq istəyirik ən azından. Burada yetəri qədər resurslar tələb edilir ki, biz o həlli ortalığa çıxardaq. Və bu həlləri etməkdə məqsədimiz əslində vətəndaşların daha rahat 7/24 prinsipi əsasında məlumatlarını əldə etməsidir. Və süni intellekt istiqamətində, məşğulluq istiqamətində müəyyən həllərimiz var. Burada şəxsə peşəyönümlü məsləhətin verilməsi ilə bağlı, vakansiya və iş axtaran arasında uyğunlaşma prosesi ilə bağlı, süni intellekt üzərindən məsləhətlərin verilməsi ilə bağlı həllərimiz nəzərdə tutulub. Əsas düşündüyümüz istiqamətlərdən biri məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətlərin bəzilərinin proaktiv formaya gətirilməsidir. Məsələn, burada bilirsiniz ki, yaş yarımı və ya 3 yaşı olan uşağına qulluq etdiyinə görə analara müəyyən müavinətlər verilir. Əmək fəaliyyəti ilə məşğul olan analara və həmin prosesin gedişatında rüblü və ya aylıq əsasla məlumatlar elektron formada təqdim edilir və Dövlət Sosial Müdafiə Fondundan ödənişlər həyata keçirilir. Burada da bəzi hallarda vətəndaşlarda suallar yaranır. Məsələn, mənim ödənişim bu ay niyə gecikdi, bu ay niyə mənim məlumatlarım vaxtında təqdim edilmədi?
işə götürənlər tərəfindən təqdim edildiyi üçün məlumatlar və Dövlət Sosial Müdafiə Fondu tərəfindən yoxlanılıb ödəniş həyata keçirildiyi üçün biraz proses vaxt tapıla bilər bəzi hallarda və əmək və məşğulluq alt sistemi istiqamətində əmək və məşğulluq sahələri üzrə müəyyən yeniliklərimiz olacaq. Burada əmək mühafizəsi ilə bağlı müəyyən normaların, müəyyən tənzimləyici normaların əmək və məşğulluq alt sistemi üzərindən tətbiqi vasitəsilə həm işə götürənə, həm işçiyə dəstək olmaq niyyətimiz var. Eləcə də yenilik olaraq gətirmək istədiyimiz məsələlərdən biri həm işə götürənin, həm işçinin öz əmək hüquqları ilə bağlı özünü qiymətləndirmə özəlliyidir. Yəni bir çox hallarda biz artıq cəzalandırma mexanizmindən çox işə götürənin, biznes subyektinin səhv etmə imkanların deməyə səhv etmə problemi, ehtimalının qarşısını almaq üçün imkanlar yaratmaqda maraqlıyıq və burada niyyətimiz də ondan ibarətdir ki, işə götürən öz əmək qanunvericiliyinə uyğunluğun qiymətləndirilsin və boşluğu olduğu istiqamətlərdə iş aparsın və düzəltsin həmin istiqamətləri. Kağız üzərində təxmini nə qədər xidmət qalıb və onların da elektronlaşdırılması gündəmdədirmi? Yəni, ümumi qeyd etsək, Nazirliyin xidmətlərindən 90%-dən çoxu rəqəmsal formada həyata keçirilir və burada həm proaktiv xidmətlər, həm elektron müraciət əsaslı xidmətlərimiz var. Bəzi hallarda elektron müraciət əsaslı xidmətlərin qalmasının səbəbi müəyyən informasiya sistemlərində məlumatların olmaması ilə bağlıdır və informasiya sisteminin ümumiyyətlə olmaması ilə bağlıdır. Amma bəzi istiqamətlərdə isə bu xidməti proaktiv formaya gətirmək mümkün deyil. Yəni, müraciət əsaslı da qalacaq. Amma kağız üzərində olan xidmətlərimiz yetəri qədər azdır. Sadəcə olaraq onlarda da bəzi xidmətlər var ki, yəni fiziki ünsiyyət tələb edən xidmətlərdir və onun tam olaraq elektrona gəlməsi mümkün deyil. Yəni burada daha çox kağızın əldə edilməsindən çox birbaşa xidməti almaq üçün vətəndaşın, məsələn, reabilitasiya xidmətindən faydalanmaq üçün vətəndaş reabilitasiya müəssisəsində səyyar və ya ambulator xidmət almalıdır və bu reabilitasiya xidmətləridir, fizioterapiya da digər xidmətlərdir. Bu fiziki olmaq məcburiyyətindədir. Orada qeydiyyata alınmaq üçün reabilitasiya mərkəzlərimizin boş olma səviyyəsinin ölçülməsi üçün elektron xidmətlərimiz var. O xidmətlərə müraciət etmək üçün elektron müraciət edə bilir. Sadəcə olaraq amma xidmətin özü artıq biz məcburuq ki, əyani formada, yəni fiziki formada həyata keçirsin. Yəni bu xidmətləri tam olaraq elektronlaşdırmaq mümkün olmayacaq. Xidmətlərin siyahısı da dinamikdir əslində. Yəni bu xidmət siyahısı il ərzində bəzən dəyişə bilir. 150 olur, 151 olur, 149 olur. Bu da müəyyən istiqamətlərin analiz olunmasından, yeni xidmətlərin yaranmasından və ya effektivliyini itirən xidmətlərin, istifadə edilməyən xidmətlərin siyahıdan çıxarılması nəticəsində formalaşır və hal-hazırda məsələn istehsalatda bədbəxt dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələrindən sığortalanması ilə bağlı yeni fəaliyyət istiqaməti verildi və ona uyğun olaraq yeni xidmətlər əlavə edildi. Və ya hansısa xidmət artıq öz funksionallığını, effektivliyini itiribsə, istifadə edilməyən bir xidmətsə o siyahıdan çıxarılır və buna görə də yəni dediyim kimi, yəni kağız üzərində olan 8, 10, 12 xidmət qalırsa, bu artıq elektronlaşdırılması mümkün olmayan və ya elektronlaşdırılmasına ehtiyac olmayan xidmətdir. Burada cari ildə görəcəyimiz işlərdən bir hissəsinin anonsunu da vermək istəyərdim ki, biz məlumatlandırmada ana hədəf olaraq əvvəldən proaktiv məlumatlandırma mexanizmini nəzərdə tutmuşduq. Məsələn, əlilliyi olan şəxsin əlilliyi müddətinin bitməsinə 1 ay, 2 ay qalmış onu məlumatlandıracaq cari ildən etibarən ki, sizin əlilliyinizin bitməyinə 2 ay qalıb prosedurlar nədir və həmin prosedurlardan necə istifadə etməlidir bu barədə və ya digər hansısa bir ödənişin müddətli ödənişlər varsa bu barədə məlumatlandıracağıq və ya hansısa əmək qanunvericiliyi ilə bağlı hüquqlar varsa bu barədə məlumatlandırma işlərini həyata keçirdəcəyik. Eləcə də sosial mobil tətbiqində sənə özəl deyə bir bölmə yaratdıq. Bu bölmənin əsas məqsədi əlilliyi olan şəxslərlə bağlı spesifik işin aparılması ilə bağlı idi. Rəqəmsal əlillik kartı, əlilliyi olan şəxslərin müxtəlif sahələrdə məlumatlandırılmasına bağlı imkanların gətirilməsi, burada daha da genişləndirməyi nəzərdə tutmuşuq. Və ümumi qeyd etsək, cari il ərzində təqribən bütün istifadə sayını qeyd etsək, həm qurumlar üzərindən, həm vətəndaşlar tərəfindən xidmətlərə müraciətlə qeyd etsək, 400 milyona yaxın istifadə həyata keçirilib. Artıq sosial mobil tətbiqimizin istifadə sayı 2.8 milyonda 3 milyona doğru gedirik və bunlar bizə imkan verir ki, biz artıq xidmətlərimizi daha geniş kütləyə çatdıraq. Təbii ki, burada müəyyən problemlər var, məlumatlılığı artırmaq üçün daha çox çalışmalıyıq. Eləcə də bizim həssas kateqoriyada olan şəxslərimizin rəqəmsal savadlığının artırılması ilə bağlı daha çox çalışmalıyıq. Bu istiqamətdə yeni işlər həyata keçirməliyik. Təşəkkür edirəm bugünkü söhbətimizə görə, minnətdaram.
Bugün obyektivdə sosial sahənin rəqəmsallaşmasından danışdıq. Qonağım Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov idi. Vətəndaşın vaxtına, ehtiyacına və rahatlığına hesablanmış yeni model formalaşır. Rəqəmsallaşma sosial xidmətlərə yanaşmanı dəyişir. Bugün əsas məqsəd sənədlər toplusunu yox, insanı mərkəzə almaqdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.